Şuşa şəhərinin işğaldan azad edilməsinin 5 ili tamam olur. Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-sində başladığı əks hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyev Bakıda Şəhidlər Xiyabanından xalqa müraciətində açıqlayıb. Dövlət başçısı müraciətində bildirib. Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir, Qarabağ bizimdir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün Şuşalıları ürəkdən təbrik edirəm. 28 il yarım işğal altında olan Şuşa azad edildi. Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaq. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər Xiyabanından verməsinin təsadüfi olmadığını bildirib. Bugün bu müjdəni mən burada Şəhidlər Xiyabanında doğma xalqıma verirəm. Bu təsadüfi deyil, bu təbiidir. Bugün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bugün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb. Mən bugün eyni zamanda Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdik. Bu böyük qələbədir. Və şəhərlərimizin, Ulu Öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. Azərbaycan prezidenti Müzəffər Ali Başkomandan müraciətini bu sözlərlə bitirib. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Müharibədə tarixi zəfərə imza atdı. Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu. Heç bir müqavimət gücü qalmadı. Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi. Kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan ordusunun apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir. Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında Şuşanın azad olunmasına görə medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş
Döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular Şuşanın azad olunmasına görə medalı ilə təltif edilib. Şuşanın işğaldan azad edildiyi gün 8 noyabr Azərbaycanda Zəfər günü kimi qeyd olunur. Prezident İlham Əliyevin imzaladığı sərəncamla 8 noyabr Şuşa şəhəri günü kimi təsis edilib. Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də digər tarixi mədəni abidələr, muzeylər, heykəllər, qəbristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natavanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə mədəni tarixi bina yerlə yeksan edilib. İşğalçılar Şuşanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib. Nadir ağac və bitki növləri qırılıb, yandırılıb. Hazırda Şuşa şəhərində geniş miqyaslı bərpa, quruculuq işləri aparılır.